Yazırlar ki Səlman deyir gecənin bir vaxtı idi. Gördüm qapı döyülür. İstədim ki yaxınlaşım qapıya, soruşum ki kimsən qapını döyən. Gördüm qapının ağzından bir nalə səsi gəlir. Qapını açanda gördüm Hüseyn yanıb qapının ağzında ağlayır. Deyir əmi Səlman, atam səni səsləyir, anam dünyasını dəyişib. Salman deyir gəldim Əlinin evinə, bir mənzərə gördüm ki o 4 yetim bala su daşıyır, Əli Zəhranın cənazəsinə qusul verir. Quslu verəndən sonra Əli buyurur ki balalarım gəlin anavızla vidalaşın. Bir balalar vidalaşır. İmam Hüseyn əleyhissalam gəlir oturur anasının yanında. Deyir ana and ola Allaha, sağ ikən məni qucaqladığın kimi qucaqlamasın, ayrılmaram səndən. Neçə yerdə möcüzə görülüb, yazırlar ki biri də burada görülüb ki kəfənin bəndi açılır, xanım Zəhranın qolları İmam Hüseyn əleyhissalamı qucaqlayır. Bu zaman yazırlar ki mələkələr buyurur ki ya Əli, Hüseyni ayır Zəhranın cənazəsindən. Çünki bu hal yerin göyün mələklərini ağladır. Oyanan sesi kulağım alır, oyanan sesi kulağım alır. Kapı tek kararıma sanır, kapı tek karar